Salam hörmətli izləyicilər, sizi atamın kanalından salamlayan yenə Fuaddır. Bu dəfəki videomuz adını çəkməyə ehtiyac yoxdur. Eyfel qülləsi göründüyü kimi Paris şəhərindəndir. Parisə bir səfərim oldu. Uzun müddət Strasburqda olmağıma baxmayaraq Parisə gəlməmişdim. Bu ilk dəfə idi və düşən kimi biz insan neyniyər, Paris'e düşən kimi gedib Eyfel qülləsini ziyarət edər. Eyfel qülləsi düşdüyüm qatar stansiyasından təxminən 40 metr məsafədə idi. O qədər yolu piyada gəldim o həvəsinə və Eyfel qülləsini görmək üçün. Şəhərdə binaların çoxluğundan da ya çox uzaq olduğundan nə idisə, Eyfel qülləsi çox görünmürdü. Hardasa 20 dəqiqə ərzində Eyfel qülləsini demək olar ki görmədim. Bir mühəndislik harikasıdır və burada insanlar axın eləyir, turistlər il boyu. Və biz burada hal-hazırda nə qədər insan görürəm, hardasa 1000 nəfər bəlkə daha çox olar. Ya da yəni bu insanlar gəlirlər, bir üstündə də nə qədər insanlar var, çıxıblar. Uzaqdan biraz görsənmir, yaxşıdır, üstünə də çıxanlar var. İndi mənə çox maraqlıdır ki, bu qədər turisti cəlb edən bu Eyfel qülləsi nə qədər Fransaya qazanc gətirir. Təsəvvür edirəm ki, sevgililər və evlənənlər və belə deyək, balayını keçirməyə, gəzmək istədikləri yer olanda bura gəlirlər, Eyfel qülləsini görməyə gəlirlər. Şəhərin başqa bir yeri də var, oradan xüsusilə gözəl görsənir. İndi orada getməliyəm, amma hələ ki vaxt yoxdur. Oradan çəkəndə orada daha belə Eyfel qülləsi şəhərdə bilinir. Belə şəhərin içində olanda dediyim kimi 20 dəqiqə qalmış piyada məsafədə belə Eyfel qülləsi görünmürdü. Atam dedi, sən açayın çək, bilməm indi mən tapa bilərəmmi körpülərin. Yəqin ki bugün alınmayacaq. Bugün sadəcə Eyfel qülləsini görəcəyik və aşağısına gedib strukturuna baxacağam. Necə tikilib. Məşhur bir ifadəni xatırlayıram ki, hansısa atam demişdi ki, bir nəfər Eyfel qülləsinin tikilməyini istəmirmiş, sevmirmiş. Və şəhərin arasında olursa olsun o vaxtlar binalar olmadığına görə göstərilmiş. Və Eyfel qülləsini görməmək üçün gəlib Eyfel qülləsinin altında dayanırmış ki, görməsin. Çünki hər yerdən görsənirmiş. Burada şəkil, video çəkənlər falan nə qədər insanlar var. Senat çayı qabaqdan səsi gəlir. Onu bir dəfə gedib çəkə bilərəm. Amma biraz uzaq düşür elədir. Böyük sütunları var. Böyük şahəsərdir. Belə baxanda wow deyir insan. Çox belə şüşələr var orada pilləkənlərlə qalxmağa. Mən maraqlıdır ki, ən pikə qədər getmək olurmu? Sınamaq olar vaxt olanda. Oldu izləyicilər. Sağ olun videoya görə, növbəti videoda görüşərik.